Qarnı necə əritmək olar? Kalori defisiti. Çox insan kalori defisitinin nə olduğunu bilmir. Az yeməlisiniz. Az yeməlisiniz, az yeməlisiniz. Məntiq çərçivəsində kalori qəbul eləməlisiniz. Əlinizə gələni bütün günü ağzınıza atıb çeynəməməlisiniz, başa düşürsünüz. Bilməlisiniz ki, baxın, indi sözüm biraz sərt olacaq, ancaq mədəmiz zibillik deyil, anlayırsınız. İlk növbədə mədəmizin zibillik olmamağını dərk eləmək lazımdır. Sonradan isə hansı qidanın zibil, hansı qidanın yaxşı bir qida olduğunu öyrənmək lazımdır. Ondan sonra o ikisini birləşdirəndə mükəmməl bir şey olacaq. Nə qarnınız olmayacaq onda, nə xəstəlikləriniz olmayacaq, heç bir şey. Sağlam qida insanı sağlam eləyir. Sadəcə sağlam qidanın nə olduğunu bilmək lazımdır. Bu barədə biliyiniz olmalıdır. Mən də burada ona görə oturmuşam ki, sizinlə danışım, həm biliklərimi bölüşüm, həm mən ümumiyyətlə oxuduğum akademiyadan əlavə artıq 7 ildə, 6 ildir bu istiqamətdə araşdırmalar aparıram və artıq nəyin düz, nəyin səhv olduğunu şükür Allaha həm öz üzərimdə tətbiq etdiyim, praktik etdiyim, istər diyetlərlə, ay nə bilim, soğurucu ilə, yediyim qidaların vaxtı, saatı, gecə yeyirəm, öz üstümdə mən praktika aparıram. Çünki mən də sizin kimi insanam. Öz üstümdə nələr görürəmsə müəyyən qərarlara gəlirəm. Ondan sonra artıq onları insanlarla bölüşürəm.